Salam uşaqlar, bugünkü mövzumuz bucağın tənbələni. Səhifə 39-40. Tənbələn nədir? Bucaq haqqında uşaqlar keçən dərsimizdə məlumat vermişəm. Baxmayanlar həmin mövzuya baxıb məlumatlarına bilərlər. İndi bucağın tənbələn nədir uşaqlar? Bizə verilib A, B, C bucağı verilmişdir. Uşaqlar, tənbələn nədir? Tənbələn bucağın təpə nöqtəsindən keçən şua bucağı tən yarıya bölürsə, bu şuaya deyirik tənbələn. Yəni nə demək istəyir? Bax, təpə nöqtəsindən bir dənə şua keçirdirəm. Şua nə idi? Şua başlanğıcı var, sonu yoxdur. Sonu olmayan bir düzqat keçirdirəm. B, M şuası keçirtdim. Əgər bu B, M şuası bucağı tən yarıya bölürsə, yəni bu məsələn 30 dərəcədirsə, bu da 30 dərəcədirsə, 30-30 böldüsə, 40-40 böldüsə, 50-50 böldüsə, 15-15, 21-21 böldüsə, yəni eyni böldüsə, tən yarı böldüsə, bu şuaya deyəcəyik tənbələn. Bir daha deyim. Bucağı tən yarıya bölən şuaya, təpə nöqtəsindən keçib bucağı tən yarıya bölən şuaya biz deyirik tənbələn. Aydın uşaqlar, tənbələn bucağı iki dənə kongruent fiqura alırdır. Yəni, bu bucağın neçə dərəcədirsə, bu bucaq da o dərəcədir. Yəni, belə yaza bilərim. Bucaq A, B, baxın bu bucaq üçün. A, B, M. A, B, M. Kongruentdir. M, bax bu bucaq. M, B, C. Bucaq M, B, C. Deməli, tənbələn nə ayırır? Bucağı iki kongruent fiqura ayırır. Bucaq ayırır. Aydındır bu uşaqlar. Bu formada təyin olunur. Gəlin indi suallar üzərindən baxaq görək nə deyir. Daha da yaxşı başa düşək. Verilib bizə. 6-cı suala baxıram. 6-cı sualda deyir ki, şəklə əsasən kongruent bucaqları və tənbələni müəyyənləşdirin. Uşaqlar, RC, birinci A variantına baxıram. Nə qayırıb? 45-44. 45 ilə 44 bərabərdirmi? Yox. Kongruentlikdən söhbət gedə bilərmi? Xeyr. Deməli, tənbələndən söhbət gedə bilməz. Birinci bərabərlikdən, kongruentlikdən söhbət getməlidir. Sonra tənbələndən söhbət getməlidir. Keçdim B variantına 50-50. Bəli. Deməli, tənbələndir. Yazıram. K, Q, M, Q, L. Aha, bu da 50 dərəcə, bu da 50 dərəcə verilib. Əla. Dedim yarıya böldü mü? Eyni böldü mü? Kongruent böldü mü? Bəli. Deməli, tənbələndir. Yazıram. Bucaq K, Q, bax bu bucağı L kongruentdir. Elini qaşı yazaq. Kongruentdir. Bucaq, bax bu. Bu bir tərəf. L, Q, M. L, Q, M. Şu, kongruentliyi yazdım. Deməli, kongruentdirsə yazıram L, Q, tənbələndir. Q də yaza bilərsiniz. L, Q, tənbələndir, tənbələndir. Aha, şu, qurtardım. Aydın uşaqlar. Keçirəm C variantına. C variantına baxırıq. C variantını çəkmək üçün uşaqlar bunu sillə. Ki, qəşəng yerimiz olsun ki, xeyli vaxt danışa bilim. Uşaqlar, burada C variantında bir dənə tənbələndən deyil, iki dənə tənbələndən söhbət gedir. Bucaqlar hansılardır, indi mən sizə deyəcəm.
Uşaqlar, burada fiquruma hissə baxdım. Bax, burada 2 dənə şüa keçirilib. 1 dənə şüa keçirilməyib. Baxın uşaqlar, bu olmasa, bax, SK tərəfi olmasa, bu birisi tərəf olmasa, bax, bura olmasa, onda SY-ni tənbələndir deyə bilərəm. Bu bucağın tənbələndir, DS, F-in tənbələndir deyə bilərəm. Düzdürmü? Onda belə bir şey yazıram. Deyirəm ki, bucaq, bax, bu hissəni də yenə də əlimdən tuturam. DSY bərabərdir. DSY bərabərdir. Kongruentdir. YSF-ə. YSF-ə. Bucaq YSF-ə. Bunu yazdım. Onda SY, bax, bunun DSF-in tənbələndir. SY, DS, bucaq DSF-in tənbələnidir. Tənbələnidir. Aha, bəlkə də indi bir dəqiqə mən görə bilmirsiniz. Aydındır uşaqlar. Bax, bu tərəfi saymıram. Gördüm, 35-35. Bu xət bu bucağı yarıya böldü mü? Deyirəm, hə, SY bu bucağın tənbələndir. Keçirəm ardına. İndi bu tərəfi tuturam. Deyirəm, yoxdur. Onda 35-35 SF 35-35 bölüb mü? Deməli, YSK-nın tənbələndir deyə bilərəmmi? Yazıram, ikinci addım. Deyirəm ki, bu hissəni yenə də tuturam uşaqlar. Deyirəm, YSF bucaq, YSF kongruentdir. Bucaq FSK-ya, bucaq FSK-ya kongruentliyin yazdım. Onda SF tənbölənidir YSK-nın. Bucaq YSK-nın tənbölənidir. Tənböləni. Aha, şey qurtardı uşaqlar. Aydındır. Bax, bu tövlədə baxanda burada tənbələn deyilən bir şey yoxdur. Yəni DSK-nın tənbələni yoxdur burada. Çünki DSK-nı ortadan yarıya bölən yoxdur. Amma bu hissənin də tənbələni var, bu bucağın da özünün tənbələni var. Bunu deyə bilərəm. Aydın uşaqlar, bu formada təyin olunur. Siz də cavabı eyni bu formada yaza bilərsiniz. Keçirəm 7-ci suala. 7-ci sualda deyir ki, bu dördü bərabər olarsa şəkil əksəsi hansı şüa, hansı bucağın tənbələni olduğunu müəyyənləşdirin. Aha. OC şüası hansı bucağın tənbələnidir? Fikrinizi əsaslandırın. Yaxşı, baxaq. Verilib 7-ci sualımızda. Şəklimizi birinci seçmiş olar. Uşaqlar, sizcə OC hansını tənbələndir? AOB-nin. Bəli. Bunu ortadan bölüb. İndi yavaş-yavaş müəyyənləşdirəcəyik. Heç. Gəlin baxaq. M verilib. Bir dənə də N verilib. Uşaqlar, mənə deyir ki, birinci addımda bu 4 dənə 1, 2, 3, 4 4 dənə bucaq bir-birinə bərabərdir. Yəni, bu bucaq x dərəcədirsə, bu bucaq da x dərəcədir. X, alfa, beta fərq yoxdur. Səndən şey yazmaq olar uşaqlar. Gamma fərq yoxdur. X dərəcədir. Yazdım. Deyək onda hansı şüa, hansı bucağın tənbələnidir? Birinci. Bax, mən baxıram bu x, bu x-a. Buradan o tərəfə görmürəm. Heç nə görmürəm. Görəcəyim bir şey yoxdur buradan o tərəfə.
Yəni, hətta bunun üzərini başqa bir dəftərlə tutum ki, siz də görməyin. Bax, bu hissəni görmürəm. Deyirəm, aha, burada nədir? Deyirəm, bu iki bucaq bir-birinə bərabər. Deməli, bərabərdirsə yazıram. OM bu bucağı yarıya bölürmü? AOC-ni yarıya bölürmü? OM tən bölənidir. Tən bölənidir. AOC-nin. Bucaq AOC-nin. C-nin. Bunu yazdım. Keçirəm ardına başqa. Bax, bu tərəfləri görmürəm. Buranı da görmürəm. Bax, buranı da görmürəm uşaqlar. Onda OC bu bucağı yarıya böldü mü? Onda deyə bilərəmmi? OC tən bölənidir. OC tən bölənidir. Tən bölən nöqtə MON-in x MON-də böldü. Bucaq MON. Sonra keçirəm ardına. Buranın ikisini bir yerdə görmürəm. Bax, x bölündü mü eyni? Onda ON tən böləndirmi? ON tən böləndir. Bucaq COB-nin. Bucaq COB-nin. Bir də uşaqlar. Burada x cəmi 2x edirmi? X cəmi 2x edirmi? Onda OC bu ümumi bucağı 2x formasında yarıya böldü mü? Yazıram onda OC ümumi bucağın tən böləndir. Tən böləndir. Tən bölən AOB-nin. Bucaq AOB-nin. Aydın uşaqlar. Sənə istəyirdi ki, OC hansı bucağın tən böləndir? OC həm bu bucağın tən böləndir. X böldüyünə görə MON. Həm də 2x böldüyünə görə AOB-nin tən böləndir deyə bilərəm. Aydın uşaqlar. Bu formada təyin olunur. Keçək indi məsələ həllinə. Burada uşaqlar məsələ həllindən işləyəcəm bir-iki sual ki, məlumatımız olsun. Çünki təəssüflər olsun ki, məsələ həllini şagirdlər çox zəif həll edir. Misallara işləsəniz də, amma məsələ həllində çox hissəniz çaşırsınız. Hamınız deyə bilmərəm. Amma çox hissənizin çaşdığını deyə bilərəm. Keçək 8-ci suala. 8-də nə deyir? DSK, YFS bucaqların tən bölənlərinin üst-üstə düşdüyünü necə əsaslandıra bilərsiniz? Tən bölənlərinin üst-üstə düşdüyünü. DSK, YSF. Aha. Uşaqlar, necə əsaslandıra bilərəm? Nə demək istəyir burada? DSK. Uşaqlar, YSF-in tən böləni çəksin. Bura neçə dərəcədir? 34, düzdürmü? Onda uşaqlar 34 yarıya bölünəcəkmi? 17 olacaqmı? Düzdür? Problem yoxdur uşaqlar. Deyirəm ki, N olsun tən bölən. Uşaqlar, bu bucaq 25 ilə 17-nin cəmi, yəni 42 dərəcədirmi? Həmçinin bu bucaqda 17 ilə 25-in cəmi 42 dərəcədirmi? Yəni SN 42 formasında DSK-nı böldü deyə bilərəmmi? Onda SN eyni böldüyünə görə, kongruent böldüyünə görə DSK-nın tən bölənidir demək olar. Həmçinin də 17 böldüyünə görə YSF-in də tən bölənidir demək olar. Deyirdi ki, YSF-in tən böləni həmçinin DSK-nın tən bölənidir. Bunu isbat elə. Bəli, doğrudur. 42 bölür. 17 bölür. Hər ikisini bərabər bölür. Ona görə bu tən bölənlər bir-birinə üst-üstə düşür. Mütləq şəkildə. Keçirəm növbətiyə. Deyir ki, 9-da. 9-da bizə nə deyir?
Baxaq. 9. Deyir ki, bilyard şarı divara dəydiyi bucağa bərabər bucaq altında geri qayıdır. CD'ye bucağının açıq olduğu bucaq olduğunu bilərək X-i tapın. Aha, bax. Belə bir şey verilib. CD bu nöqtəyə dəyir. Y. Uşaqlar fizikada da var bunu. Bu mövzuya aid. Hansı bucaq altında şüa düşürsə, həmin bucaq altında da qayıdır. Düzdürmü? Siz ama fizikadan keçməmisiniz. Hətta fizika keçmirsiniz. Onu da deyə bilərəm. Amma fizikada var. Yəni bucaq şüa hansı bucaq altında düşürsə, o bucaq altında da qayıtmalıdır. Deməli, bax buradan daşı vururam. Dəydi bura daşım. Bilyard daşım. Və uşaqlar belə düşdüsə, eyni bucaq altında, bu bucaq neçələrcədirsə, neçə verib? 60. Həmin bucaq altında da qayıtmalıdır. Məcbur. 60'da da qayıdır. Uşaqlar bu bucaq açıq bucaqdırmı? Bəli. Deməli, bu üçünün cəmi ümumilikdə 180'dirmi? Yazım, tənlik qurum. 60 plus x plus 60 bərabərdir 180. X plus 60 plus 60 neçə edir? Sabitləri bir cəmləyirəm. 120 bərabərdir 180. Tənliyi həll edəndə nə qayırdı uşaqlar? Demişdik ki, plus varsa çıxırdıq. Hər iki tərəfdən 120 çıxanda elə də 60. Deməli, ortada bucaq neçə dərəcəymiş? 60 dərəcə. İndi sualın ardını oxuyaq görə nə deyir? X-i tapın, kongruent bucaqları və tənbələni müəyyənləşdirin. Uşaqlar, deməli, kongruent bucaqlar hansılardır? Bu. Hamısı kongruentdir. Bu nöqtələrin də adları verilib hətta. B, A. İndi kongruent bucaqlar hansılardır? CDB, BDA, ADY. Bu üç bucağın üçü də bir-birinə bərabər olduğu üçün kongruentdir. Deyir ki, tən bölənləri tap. Düzdürmü? İkinci addım. Bax. Bunu tuturam. 60-60 böldü mü DB? Onu da deyirəm ki, DB tənbölənidir. CDA-nın bucağı CDA-nın. Keçirəm bu birisi tərəfə. 60-60 böldü mü DA-mız? DA tənböləndir. BDY-nin bucağı BDY-nin. Deyirdi, X-i tap və tənbölənləri tap. X-i da tapdım, tənbölənləri də tapdım. Bu formada təyin olundu. Keçirəm növbətiyə. 10-cu suala. 10-cu sualda bizə nə deyir? Ona baxaq. Onuncu sualda deyir ki, OC şüası AB bucağını iki bərabər hissəyə bölür. Şöyle bir dənə şəkli çəkeyim. Sonra yavaş-yavaş başa düşə-düşə oxuyum. Çünki belə üzdən oxursam başa düşməyəcəm.